Bizdə olan qapı isə İmam Rza əleyhissalamın əsl qəbrinə gedən yoldur ki, oranın qapısı bağlıdır. İcazəli deyil oradan zəvvarların keçməsinə, icazə vermirlər. İldə bir dəfə böyük ustadlar, alimlər gələrlər, oradan keçərlər, ya təmizlik işləri görərlər, ya ziyarət edərlər, xaric olarlar. O qapıdan keçəndən sonra dövr edirsən, gəlirlər bu divarın arxa tərəfi İmam Rza əleyhissalamın əsl qəbrinə yaxın olan yerdir. Buradan gedəndə xanımlar sağ tərəfdən, kişilər də sol tərəfdən yaxınlaşırıq. Ziyarət edirik 2 dəqiqə, 3 dəqiqə, sonra gedirik görsə namazlarımızı qılmağa inşallah. Allah ziyarətlərimizi ali dərəcədə qəbul eləsin inşallah. Yaxınlaşın. Allah qəbul eləsin. Uğur Travel şirkəti olaraq bütün Azərbaycan xalqımızı salamlayırıq. İstəyirəm şirkətimizdə xidmət edən nümayəndələrin adlarını bir-bir qeyd edim. Başda şirkət rəhbərliyimiz Hacı Davud qardaşımız və Azərbaycanımızın dəyərli qrup rəhbərləri olan Uğur Travel şirkətimizin nümayəndələri Hacı Əziz qardaşımız, Kərbəla Vüsal qardaşımız, Seyid Kamran qardaşımız, Ramil qardaşımız, Ramin qardaşımız, Ədalət qardaşımız və Seyid Əkbər qardaşımız. İnşallah Allah Teala hər birinin ömrünə bərəkət versin inşallah. Allah Teala onları yerin göyün bəlasından hifz eləsin və bizim ofisimizin nümayəndəsi olan Kərbəla Cavid qardaşımızdır. Onun da xidməti çox böyükdür. Allah Teala onun da ömrünə bərəkət versin inşallah. Allah qəbul eləsin və xanım nümayəndələrimiz ki var, bizlərlə xidmət edirlər. Aygün xanım, Hacı Əziz qardaşımızın xanımıdır. Allah Teala onların ömrünə bərəkət versin və digər Aygün xanım ki, hansı ki o da bu ziyarət turunda əziyyəti var, xidməti var. Allah ali dərəcədə qəbul eləsin inşallah. Allah razı olsun.